Və yeni bir Karpang videosu hər kəs salamlayıram. Bugün takipçimin hesabını incələyəcəyik. Gördüyünüz kimi 18 dənə deyil də 153 dənə maşını var imiş. Yəni adını da etiketləmişəm, oradan abunə ola bilərsiniz. Yavaş-yavaş incələməyə başlayaq. Burada ilk maşın. Nasıl boş maşınadır bu. Öyle yaxşı maşın deyil. Toyota var. Toyota Aqua'ya oxşamır amma 07-sinə bax, təbii ki 07-si yaxşıdır. İki təkər ayarlıdır. Mən bunu aslında bu fersi vermişdim. Aslında bu ferli edib. Bu Pirus için bir maşındır. Honda. Tofaşı. Yamaxlıdır. Burada gördüğünüz kimi Prioras da var. Nimşətli G796. Migal kaldı özdə. Ford Transit var. Bir dənə favorisinə göz gəzdirək. Xəzər. Xəzər əl gəzdirəcək məncə. Gördüyünüz kimi pərdəsi də var. Onun logosu yoxdur nəsə. Nivasına gəldik. Nivası da boşdur. Yəqin ki təkər ayarlıdır. Bir dənə logosu var idi. Burada gördüyünüz kimi ambulans var. 103. Məncə ambulans da yaxşıdır. İdealdır. Bu arada hesablaşım maşının hamısı ideal. Çünki logo oldu. Gördüyünüz kimi BMW logosu belə var. Burada bir dənə Cadillac var. Prezident mühafizəçisinin maşını. Şimdi Cadillac logosu belə çox zordur. Zor şimdi görsən. Gördüyünüz kimi bıyıdı var. Yango taksili bıyıdı. Qalikdir. Bomboşdan o görə. Bu da bomboşdur. Bunun nə olduğunu bilmirəm. Bu da yəni bomboşdur. Gördüyünüz kimi yəni BMW'si var. 535i. Gördüyünüz kimi qəşəng bir dənə logo yığıb. Zor ideal. Onun zor bəlkə bu var. Yol post patrol xidməti. BMW yol patrol yığmaq olar deyə. Amma ikisi də yaxşıdır. Və bu fersiz maşın yamaq qoyub. F90. Yəni logoya baxın. Logo görünə zordur. Onun TT222. Buna baxdıq. Axırıncı favorilərində bu ən zor logodur. Ferrari logosu. Yəni logosuz maşın tapmaq mümkün deyil. Hamısı yəni logo oldu. Yəni işlətmədiklərindən yığmayıb, amma yəni çox logo oldu. Gördüyünüz kimi onun hədiyyə verdiyi maşın belə logo oldu. Range Rover. Bunda logo olmalıdır. Range Rover yazıb. Deyirəm də aşağıda baxın logo. Balacadır amma yenə ideal logodur. Bugatti. Birinci Bugatti belə yığıb. O nə şeydir? Birinci Bugattisi belə, ikinci Bugattisini də yığıb. Və qaralı sarı 3B. Həqiqətən çox yaxşıdır maşınlar. Gördüyünüz kimi Mercedes-in də sürətli gedən maşını. Ferrari, logoya baxın, logoya. Əsas logo deyib bu maşınlara. Burada bir dənə McLaren var. Sonra gördüyünüz kimi bir dənə G63 AMG. Bunlar oyunda 2 dənədir. Biri bahalıdır, biri tuzlu. Logosu deyəsən kaliteli logodur. Logodan görürsünüz yəqin ki. Burada bir dənə TOG'dur, cipdir nədir? Bilmir, TOG'dur, cipdir. Mercedes. Gördüyünüz kimi logosu belə var da. Oyunda çizim görmədim indiyə kimi. Amma yəni logo olur maşının hamısı. Yəni logosu maşın yoxdur, hamısı logo olur. Ayrı logosu belə var maşında. Mercedes logosu. Yəni oyunun çoxunu Mercedes-lə BMW-lər təşkil edir. Toyota. O Toyota logosu belə var. Toyota Cruiser şey yığmayıb. Daha öz yığıb bunu. Lexus LX470. Amma Toyota logosu qoyub. Dog. Bunu da öz yığıb 100%. Əl işləri həqiqətən çox yaxşıdır. Yol patrol xidməti gördüyünüz kimi belədir. Amma Mercedes logosu belə var. Toyota Supra. BMW i7. Logosu belə çox zordur. G90 dənə logosuna baxın. Dən girək nömrələrinə baxaq. 30 milyon pulu var. İlk əməsi gördüyünüz kimi belədir. 10Y500. Həqiqətən kaliteli nömrədir. 90 PM 844 və kalitəyə oxşayır. 10Y011 FK111 90X1 081 10 TT222 bayaq BMW-dəki nömrəyəsən F90-da.
Deyəm burada qəşəng bir dənə avtobus var. Avtobus gəlin göstərmişsə. Öz əl işi da, öz əl işi. 7A qabağına başlayaq. City 2 hospital, City 1 polis mərkəzi, buna Suzu. Hər şey yəni nə görüb yapışdırıb bura. Yəni qapılarına, böyründəki bu ağ nöqtə-nöqtə şeylərə Sumqayıt İcra Hakimiyyəti yazısına. Balaca etiket kimi şeylərə. Arxası belə həqiqətən çox zordur. Şeyə bax, tırlarına baxaq gəlin. Tırlarına baxırıq. Mercedes Axo-Jet'in logosuna baxım yəni direkt logoda burada. Sonra buna baxaq, DAF. DAF-ı da qəşəng yığıb amma. Akbar 090 maşallah. Həqiqətən DAF-ı da qəşəngdir. Amerikan tırına baxırıq. Tır yazsın maşallah. Evet, boş kimidir nəysə. Burası Scania, Avropanın Türk bayrağı. Gördüyünüz kimi LED işıqlar. Yamaq, böyründə də LED işıqlar. Arxasında da heç nə yoxdur. BMW 108-in belə yəni logosu var, gördüyünüz kimi. Yəni hansı marşa ki bilirəm ki logosu var. Bu Porsche logosu var, yəqin kayıb gedib ona görə görsənmir. Mini Porsche. Ekber 090. Ona biraz əl gəzdirsə yaxşı olar. Toyota Aqua. Aqua, Toyota logosu qoyub Aqua stili yığmayıb. Burada bir dənə Toyota Prius var idi. Gözə görüm hansı maşın idi o. Yəni burada Daiwa Gentra var. Gentra. Stinger. Kia logosu. Burada Kia Optima var. Kia Optima. Deyəsən budur. Lexus'u. Bir dəqiqə görüm hansıdır o. Hə, deyə da bu. Gördüyünüz kimi Toyota Prius söz TikTok səhifəmdə paylaşmışdım. Bəlkə YouTube səhifəmdə paylaşdım, amma gördüyünüz kimi mən çox gözəl Prius'dur. Burada bir dənə Honda var. Bufersiz Honda. Bunu görməmişdim. Hesabımda görməmişdim bunu. Qava bufersizdir. Sonra BMW-yə baxdıq. Burada Supra'sı var. Boş ola bilər bəlkə Supra deyəm də boşdur. Nə görə neçə HP'dir? 280 HP, bunun 900 olacaq. Bir dənə dədə maşını var. Burada bir dənə Honda Civic var. Honda logosu qoyub. Yəni həqiqət hamısı logo oldu. Burada bir dənə BMW'si var. BMW'si belə logo oldu. Bu da logo oldu. Taksi filmdəki taksi var. Lada Samara düzəldi. Lada Samara düzəltmək olur yəni. Sonra başqa Passatına baxdıq. Hyundai Accent. Azərbaycanda deyəsən ilkdir Hyundai Accent. Gördüyünüz kimi. Yəni hər maşında öz əməyi var. Yəni qabağını belə yığıb. Həqiqətən Hyundai Accent-ə o qədər oxşuyur ki. Lexus'a da göz gəzdirdi. Burada mini bir maşın var. Buna heç yığılmayıb. Yəni bəzi maşınları yığmaq adam ərinir. Burada gördüyünüz kimi Dog. BMW'si də var burada. BMW nə qəşəng yığıb amma. Nə hesabına baxaq. Rank professionaldır. Yəni başarılarına baxaq. 56-dır. 60-da 4 dənə şey gələcək. 69 saat oyunda vaxt keçirdi. 600 km sürüb 21-də yarış qalibiyyəti olub. Oyun zaman 17 dəqiqə oyunca 2 saat boyunca oynadı. Biz 17 dəqiqə boyunca oynadıq. 2 takım lastik yak, hər hansı 20 yarış qazan. Günlük ödüllər. Almayıb biz alaq. 20 min verdik. Gəlin karakterinə də baxaq. O normal qəşəng karakterdir. Həqiqətən çox qəşəng karakter. Belə əskər mafiya kimi olub karakter. Ayaqlarının içinə baxın. Coin var, nəsə xərcləyib. Nəysə dostlar, gələn videolar görüşərik. Yəni belə bir kontekst çıxartmaq istədim Azərbaycana. Görürəm türklərdə Huzeyfa, Maya TV kimi böyük kanallar belə videolar çəkir. Ona görə mən də çəkməyə başladım. Yəni davamlı istəyirsə like atıb abunə olmağı unutmayın. Sağ olun, gələn videolarda görüşərik.